Salam, xoş gördük hamınızı. Bu gün sizinlə kokuşka piroqu reseptini paylaşmaq istəyərdim. Bunu mən tez-tez eləyirəm. Baldızımdan öyrənmişəm bu resepti. O bişirirdi, çox xoşum gəlirdi. Ona görə ondan öyrəndim ki, necə eləyir. Mən də elədim belə. Amma həmişəki kimi özümdən həmişə nəsə əlavə eləyirəm, nəsə azaldıram. Evdə məsəl üçün əgər mürəbbə şirəsi var, elə qatıram, belə nəsə eləyirəm də özümdən əlavə həmişə. Amma çox yaxşı da alınır bu kukuşka piroqu. Uşaqlar da çox sevirlər. Sizinlə də bölüşmək istədim ki, bəlkə kimsə bişirmək istəsə, bişirsin bu reseptdən çox qəşəng alınır. Yumurtayla şəkəri çaldım. İndi içinə qatığın içinə sodanı qatıb tökdüm. Mən həmişə elə edirəm. Əgər şirniyyatın içində qatıqla soda varsa, həmişə sodanı qatığa töküb eləyirəm. Onda daha yaxşı alınır, daha yaxşı köpür. Və burada gördüyünüz kimi xəmirdən biraz saxlayıram qabda. Onun içinə un qatıb onu tamam bərk hala gətirirəm ki, körkadan keçirtmək mümkün olsun ki, piroqumuzun üstünə onu biz körkadan keçirtməliyik ona görə. Və burada da cem yaxdım üstünə. Məndə ərik mürəbbəsi var idi. Onu blenderdən keçirtdim, cem kimi elədim, tökdüm. Və indi gördüyünüz kimi də o elədiyim xəmiri, bərk xəmiri un əlavə eləmişdim içinə ki, bərk olsun. Onu beləcə üstünə piroqumuzun çorkadan keçirirəm. Sonra düzəldirəm ki, hər yerinə olsun. Və kukuşka piroqunda kim istəsə yumurtanın sarı ağlarını saxlaya bilər ki, onu beza kimi eləyib, cemin içinə qatıb onun üstünə eləsin. YouTube'da da var. Kim istəsə baxıb elə də eləyə bilər. Sadəcə bu dəfə mən belə elədim. Çünki məndə ərik mürəbbəsi idi, ona görə dedim birdən yaxşı alınmaz, ona görə belə elədim. Amma çox gözəl piroq alındı, qəşəng köpdü, yumuşaq, dadlı, özdə ərik mürəbbəsindən də lap qəşəng alındı. Belə gördüyünüz kimi də indi sizə göstərəcəm necə yaxşı alındı. Ərik mürəbbəsi də isti olduğu üçün əlimdə elə də yaxşı saxlaya bilmirəm. Amma gördüyünüz kimi ərik mürəbbəsi də xəmirin içinə də gedibdi deyə lap qəşəng alınmışdı. Dadı, əriyin dadı xəmirdə də var idi deyə çox gözəl alınmışdı. Belə yumşaq, hündür bir keks alındı. Kim bişirsə nuş olsun, çox dadlı keks olur. Kim istəsə bişirsin. İnşallah sizinlə də gələn vloqlarda görüşənədək sağ olun.